Qabaq burada qoyma xalçaçılıq var. Vafam eləyəcək xan sözün gəl, şəzuniya. Gəzim, qabaq nə özüm işi boftan Xalça var, toxuyurlar. İndi siz sual verin, biz cevap verək. Siz nə? Burada bir iş kadını olarak iş necə gedir burada? Razısınız mı? Necə yani? Necə hazırlıyorsunuz? Necə satış necə olur? Ancak burada mı yoksa göndərirsiniz başka rayonlara? Bizdə quru nəqliyyat Azərbaycanda qabaqlar var idi. Yollar açıq idi. Gələn qonaqlar yaxşı aparırdı. Xaricə çox gedirdi bizim əl işlər. İndi də deyəsən biraz problemdir getmək. Çox xalçaçılığa çox yəni belə zəhmət çəkirik, toxuyuruq amma satışı çətindir. Burada hazırlıyorsunuz her şey, burada da satırsınız. Ancaq Azərbaycanlılar başa düşənlər alır ki, bilir ki onlar nədir? Təmiz yun, təmiz yəni yundan istehsal olunur, təbii boyadır. Çok güzeldi. El işleriniz çok güzeldi. Çox sağ olun, təşəkkür edirik. Çok şey bacarırsınız. Aleyküm salam. Xoşum orik, xəbərik? Sağlığı. Tu bankanın tacı vəkiləni? Deyə bir şori çölfü. Arıza var yerəm bu. Bir doktora var. Şirin gelir adamın kulağına. Araya bir şurada meşhur. Vomun dedi ya. Muruz Niye razı bizlər çiləy və biraz gəlir mədə. Bizlər gəzmişlər. Qışda nə işlə məşğul olursunuz? Söhbət ondadır ki, yayda toxuyuruq. Qışda toxuyuruq. Ki, yayda nəsə olsun. O da ki, biraz Zəif. zayıf. Evdə uşaqlarla hansı dildə danışırsınız? Bizdə Lahıç. Lahıc dilində. hərdə biz hamımız Qoşun lahıcıqda. Çiləmin, Əcəmurin. O ayrı değildi. Tamamen ayrı değildi. Düzdü mü? Allah işləyir. Sözler belki biraz... Bir de konfet edemem hadi. Ama ayrı değil. Lahıç. Maraqlıdır. Bizim lahıcıqda var. Onu burada evde öğrenirler ancak. Böyle ders yoktu. Yox. Tədris keçir. Olur. Sovet hakimiyyətindən Vallahi qabaq bilirəm. bizim öz lahıc əlifbası olub. Bizdə Azmun ziro var bir on. Lahıc dilində danışırdı. Ancaq o Nəvi məni. Sovet hakimiyyəti İmələni istəyir bu işi məni. sonra o bizim o əlifba ləğv olunub belə Azərbaycan Qışda çətin. Yayda indi biraz bu 2 ayda zaten nə oldu? Alveriz Mən də qışda. nə qazandı, Hamısını nə qazandı. satdı bu 2 ayda oldu. Zəif olur, çox alan olmur, gəlib almırlar. Cəmaat səməni halvası, şəkər çörəyi zad pişirirlər ki, dolansınlar. O da